Salam, mən bugün sizə papkanı görünməz eləməyi göstərəcəm. İlk öncə biz bir papka açaq, ya da sizin papkanız varsa girək, papkanın üstünə gətirək mişkanı, sağ düyməni basaq, bura girək, bir də bura girək, bir də bura. Burada piktogramlar var, yəni şəkillər, papkanın şəkilləri. İstədiyinizi qoya bilərsiniz, amma görünməz eləməyi bizə lazımdır. Burada da 3 dənə görünməz var. Yəni görünmür də. Buradan birini seçək, ok vuraq, bunu da ok vuraq. Gördüyünüz kimi papka görünməz oldu, amma adı görünməz olmadı. Yəni adı görsənir. Biz onu necə yoxlaya bilərik? Burada məsələn, burada klaviaturada Windows knopkası ilə R hərfini basılı tutaq və burada axtarışda map yazaq və ok verək. Oku basaq ya da enter. Oku bastıq və belə bir şey çıxdı, belə bir səhifə. Burada gözə görünməməzlik var, burada. Bu üstünə basaq, belə eləyək. Sonra bundan çıxa bilərik. Və bura girək, adı dəyişdirmək var burada. Bura girdik. Kopyaladığımız o görünməzliyi buraya gətirək, kapıralar deyilir bura. Enteri basaq və gördüyünüz kimi papka görünməz olur. Yəni, burada görünməz olur. Gördüyünüz kimi görünməz oldu. Bu kadar dostlar, kanalıma abone olun. Sağ olun.